Fitr bayramı həm günü əzəmətlidir, həm gecəsi dəyərli və qiymətlidir. Gecəsi gündüzündən qabaq gəlir. Elə bil bayramın öncəsi gecə Fitr gecəsi hesablanır. Gecəsi gündüzündən qabaq gəlir. Gecəsini biz qonaq edirik, gündüzü isə o bizi qonaq edir. Sanki gündüz biz gecə ilə necə davranacaq, ona baxacaq. Gözəlmi qarşılayacaq Fitr bayramının gecəsini? Mənəviyyatla mı qarşılayacaq? Yoxsa elə heç adi günlər kimi, adi gecələr kimi? Gecəyə gəlin xüsusi diqqət ayıraq. İbadətlərimizlə, dua və münacatlarımız və itaətlərimizlə. Günəş qürub eləyən kimi ay ki göründü, tövsiyə olunub qüsl almaq həmən gecəni. Qüsl almaq tövsiyə olunub. Niyyət də həmən gecənin qüslüdür. Və mən bir hədis deyim sizə, maraqlı bir hədis. Hədisdə qeyd olunur ki, Fitr bayramının gecəsi heç də Qədir gecələrindən aşağı deyil, fəzilət və əzəmət baxımından. Necə ki, Qədir gecələri bu qədər əzəmətli və dəyərli idi, etdiyimiz əməllər az olsa belə daha əzəmətli qarşılanırdı. Xırda bir əməl böyüyürdü Allahın qatında. Fitr gecəsi də o cür nədir? Necə o gecənin bizim həyatımıza təsiri var idi, bu gecənin də üzümüzə gələn, bu gecənin də bizim həyatımıza çox müsbət bir təsiri var. Gəlin diqqətlə keçirək o gecəni. Və gecənin əməllərini əgər mənə sorğu-sual etsiniz, əməllərindən biri deyərdim sizə. İnsanları bağışlamaq, əlbəttə bağışlanmağa layiq olan insanları bağışlamaq. Və burada bir maraqlı bir məqam var, o da budur ki, nəfsimizi qoyaq kənara. Bəzi vaxtlar həqiqətən bağışlanmağa layiq olan insan olur, amma nəfsimiz orada cuşa gəlir və öz sözünü deməyə başlayır və biz ilahi don giyindirməyək nəfsaniyyətimizə. Gecənin əməllərindən və mühüm əməllərindən soruşursunuzsa, məsələn, anadırsa övladından küsübsə, övladından barışsın, qonşun qonşu ilə münasibətdə. Lazım deyil ki, deyəsən, gəl mən sənə bağışladım, ya barışaq. Elə xoş təbəssüm göstərmək, xoş ünsiyyət qurmaq, özü bir bağışlamaq deyilmi? Bəli. Həzrət İmam Səccad Ramazan ayı daxil olanda nökərlər ki var idi, qullar ki var idi, bilirsiniz o dönəm qul rejimi idi.